Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Əziz qardaşlar, möhtərəm müsəlmanlar, övladların tərbiyəsində 8-ci əsas övladlara nəsihət etmək və həmçinin övladlara doğru yolu göstərmək bu barədədir. Müəllif buyurur ki, övladların tərbiyəsində ən əsas, ən mühüm əsaslardan biri də övladlara davamiyyətli şəkildə nəsihət etmək lazımdır və onları gözəl istiqamətə yönləndirmək lazımdır. Və bu əsas amillərdən, səbəblərdən biridir. Çünki buna da hər bir valideyn diqqət yetirməlidir. Övlad tərbiyəsində valideyn, ata, ana öz övladına davamiyyətli şəkildə nəsihət etməlidir. Onları doğru istiqamətə yönəltməkdə cəhd göstərməlidir. Xüsusilə də müəllif bildirir ki, övladların tərbiyəsində onları uca əxlaqa yönəltməyə səy göstərmək lazımdır və həmçinin ən ali məsələlərə yönəltməyə səy göstərmək lazımdır və hər biri mühüm məsələdir. Həm uşaqların, övladların əxlaqına diqqət göstərilməlidir, onları yüksək əxlaqa yönəltmək lazımdır və eləcə də onları ən yüksək və ali məsələlərə yönəltmək lazımdır. Xüsusilə də burada müəllif zikr edir ki, ilk olaraq nədən başlamaq lazımdır? İlk olaraq uşaqların inancına diqqət yetirmək lazımdır. Və bu çox mühüm və əsas məsələlərdəndir. Uşaqların tərbiyəsində davamiyyətli olaraq onlara nəsihət etdikdə mütləq uşaqlara öz inanclarını, təmiz və pak inancı, Allaha olan inancı aşılamaq lazımdır. Və ilk olaraq uşaqların dini inanclarını formalaşdırmaq lazımdır. Onlara səhih etiqadı, səhih əqidəni, dinin saflığını başa salmaq lazımdır, izah etmək lazımdır. Və həmçinin və qeyd edir ki, İslam dininin əsas olan vaciblərini, rükunlarını, ərkanlarını uşağa başa salmaq lazımdır. Və həmçinin digər İslamda olan məsələləri ilkin olaraq izah etmək lazımdır və bu davamiyyətli şəkildə olmalıdır. Nəsihət etmək lazımdır övladlara. İstər oğlan uşağı, istər qız uşağı olsun. Yəni valideyn davamiyyətli şəkildə öz övladlarına nəsihət etməlidir. Həm əxlaqa yönəltməyə, həm onların mənəvi cəhətdən dinlərini öyrənməsinə, düzgün etiqadı, düzgün dini inancları öyrənməyə mütləq valideyn səy göstərməlidir. Və sonra əziz qardaşlar qeyd edir ki, bununla bərabər övladlara çəkinməsi mühüm olan məsələləri də izah etmək lazımdır. O məsələlər ki, böyük günahlardır. Mütləq ondan çəkinmək lazımdır. Valideyn mütləq öz övladlarına bunu başa salmalıdır. Günahlardan uzaq durmağı, günahlara yaxınlaşmamağı, İslam dinində qadağan olunan, yol verilməz olan əməllərdən çəkinməyi mütləq başa salmalıdır. Və bu məsələləri müəllif qeyd edir ki, ən önəmli məsələlər olmalıdır. Valideynin qarşısında duran ən vacib, ən birinci məsələ olmalıdır. Öz övladlarına, deməli, mənəvi cəhətdən onların əxlaqını, onların dini inancını və Allahın buyurduğu, İslamın buyurduğu məsələləri həyata keçirməkdə mütləq valideyn nəsihət etməlidir, səy göstərməlidir və bununla bərabər valideyn öz övladlarına günah olan məsələlərdən çəkinməyi də nəsihət etməlidir. Və müəllif qeyd edir ki, bu əsas ümdə olan məsələ olmalıdır. Uşaqlara tərbiyədə onları davamiyyətli şəkildə gözəl əxlaqa yönəltmək və İslamın buyurduğu vacib fərzləri, ərkanları uşaqlara başa salmaq, nəsihət etmək, eyni zamanda da uşaqların günahlardan uzaq olmasını da valideyn nəsihət etməlidir. Çünki bunlar əsas məsələdir. Və sonra qeyd edir ki, bundan sonra valideynin diqqət göstərəcəyi məsələ nə olmalıdır? Uşaqların dünyəvi məsələləri, onların dünyada olan ehtiyaclarını qarşılamalıdır. Onların yeyəcəyini, içəcəyini, geyimini və digər dünyəvi olan məsələlərinə də diqqət göstərməsi vacibdir, mühümdür. Fikir verin. Allah müəllifə xeyirli, bərəkətli ömür bəxş etsin. Və qeyd edir ki, ən birinci həm mənəvi baxımdan uşaqlara diqqət göstərilməlidir. Onların əxlaqına, dini inancına və bununla bərabər günahlardan çəkinməsinə və sonra da
valideyn mütləq ata və ana uşaqlara dünyada olan ehtiyaclarına da diqqət göstərməsi lazımdır. Onların paltarına, geyinməsinə, yeməsinə, içməsinə və digər dünyəvi olan ehtiyaclarına da diqqət göstərməsi lazımdır. Sonra əziz qardaşlar, fikir verin. Müəllif buyurur ki, doğru yolu göstərən, təsirli və faydalı vəsiyyətlərdən biri də Allah Azza və Cəllə öz mübarək kitabında deməli müdrik, hikmətli olan Loğman haqqında xəbər vermişdir. Hansı ki, Loğman öz oğluna vəsiyyət etmişdir. Necə ki, Loğman surəsində bu keçir bu barədə. Loğman surəsində keçən vəsiyyətdə Loğman, yəni o müdrik şəxs, hikmət sahibi olan o Loğman ilk olaraq öz övladına tövhiddən başlamışdır vəsiyyətdə. Öz oğluna nəsihət edərkən ilk olaraq Allaha ortaq qoşmamaqdan başlamışdır. Tövhidə diqqət göstərmişdir. Fikir verin. Və sonra valideynlərə qarşı yaxşı olmağı əmr etmişdir, tövsiyə etmişdir. Və daha sonra Allah Taala'nın bütün yaratdıqlarının hamısını əhatə etməsinə də diqqət çəkmişdir. Və görün, fikir verin. Bu barədə həmin bu surədə, Loğman surəsində zikr olunur. Loğman öz oğluna vəsiyyəti. Və ən ilk məsələ, ilk olan məsələ, əsas olan məsələ nədir? Övladına diqqət çəkən məqam nədir? Tövhidi aşılamışdır. Allahın təkliyini, Allaha ortaq qoşulmamağı, Allahdan başqasını Allaha tay tutmamağı tövsiyə etmişdir, vəsiyyət etmişdir. Çox mühüm məsələdir. Hər bir valideyn Loğmanın öz oğluna etdiyi vəsiyyətdən özünə bir ibrət götürməlidir. Hər birimiz. İçi mən daxil olmaqla, hər birimiz. Və sonra çox mühüm məsələdir. Loğman valideynlərə qarşı yaxşı olmağı əmr edir. Və daha sonra Allah Taala'nın hər bir şey əhatə etməsini bildirir. Hansı ki, fikir verin, Allah Taala bütün qullarının əməllərindən xəbərdar olmasını, hansı ki onu izləməsini, muraqabə, yəni onu nəzarətdə saxlamasını bildirir. Yəni Allah Taala bütün qullarının əməllərindən, feillərindən xəbərdardır. Və həmçinin Allah Taala bütün qullarının əməllərinə nəzarət edir və buna işarə etmişdir. Daha sonra oğluna namaz qılmağı təşviq etmişdir. Ona namaz qılmağa yönəltmişdir. Və eləcə də deməli, hansı ki namaz qılmaq bədəni olaraq, fiziki olaraq ən böyük, ən uca əməllərdən biridir ki, Loğman öz oğluna bunu tövsiyə etmişdir ki, namaz qıl. Və sonra deməli, vəsiyyətinin sonunda uca əxlaqa və həmçinin uca məsələlərə işarə edərək, bütövlükdə uca əxlaqı və yüksək məsələləri bütövlüklə cəm edərək, yəni oğlunun nəzərinə çatdırmışdır, diqqətinə çatdırmışdır və bununla həmin vəsiyyətini tamamlamışdır. İndi həmin ayələrdə fikir verin, indi oxuyacağım ayələrdə Loğman surəsinin 13-cü ayəsindən başlayır. Diqqət edin, görün necə möhtəşəm vəsiyyətdir. Allah Teala Quran-ı Kərimdə bildirir Loğman surəsinin 13-cü ayəsində. Və iz qalə Luqmanu li ibnihi və huve ya'izuhu. Bir zaman Loğman deyir öz oğluna vəsiyyət edərək belə demişdir. Ya buneyyə, la tuşrik billah. Ey oğlum deyir, Allaha ortaq qoşma, şərik qoşma. İnnə şirkə lə zulmun azim. Şübhəsiz ki, Allaha şərik qoşmaq böyük zülmdür. Diqqət edin. Loğman öz oğluna ən birinci nəyi tövsiyə edir? Allaha ortaq qoşmamağı. Çünki Allaha ortaq qoşmaq günahlar içərisində ən böyük günahdır. İnsanı həlak edən günahdır. İlk olaraq aşıladığı tövsiyə nədir? Tövhiddir. Tövhidi aşılayır. Və sonra diqqət edin. Növbəti ayədə Allah Teala buyurur: "Və vassaynal insana bivalideyhi." Biz insana valideynləri ilə yaxşı davranmağı əmr etdik. Hamalatu ummuhu wahnan ala wahnin. Onun anası deyir, onun bətnində yəni çətinlik çəkə-çəkə, hansı ki deyir, zəiflik üstünə zəiflik gələrək daşımışdır. Və fisaluhu fi amayn. Və deyir, onun süddən ayrılma müddəti də 2 il daxilində olur. 2 il içərisində olur. Sonra fikir verin nə deyir? Ənişkur li və li valideykə. Sonra
Fikir verin, Allah Teala bildirir ki, deyir ki, mənə şükr et və atana, anana şükr et. İləyyəl masir, axır dönüş deyir mənədir. Diqqət edirsiniz. Sonra növbəti ayədə Allah Teala buyurur ki, və in cahadaka ala an tushrika bima laysa laka bihi ilm. Deyir ki, əgər onlar, yəni valideynlər sənin bilmədiyin bir şeyi mənə şərik qoşmağın üçün səninlə deyir mübarizə aparsalar, fələ tuti'huma. Onlara deyir tabe olma. Ayənin ardına diqqət edin. Allah Teala buyurur ki, və sahibhuma fid dunya ma'rufa. Amma deyir onlara dünyada yaxşı davran, yaxşı ol. Onların qayğısına qal. Vəttəbi' səbilə mən ənəbə iləyyə. Sonra Allah Teala buyurur ki, mənə üst tutanların yoluna tabi ol. Thumma iləyyə mərci'ukum. Sizin dönüşünüz də məhz mənədir. Siz mənə qayıdacaqsınız. Fəunəbbiyukum bimə kuntum ta'malun. Və mən də sizin etdikləriniz barədə sizə xəbər verəcəm. Sonra növbəti ayədə tövsiyə edir oğluna, Loğman. Ya buneyyə, innəhə intəku mithqalə həbbəti min xardalin. Deyir ki, ey oğlum, sənin o edəcəyin əməl ki var, o əməl, hətta deyir, bir xardal dənəsi ağırlığında olsa belə, diqqət edin, fətəkun fi saxratin, bir qayanın içərisində olsa belə, əv fis səmavati, əv fil ard, göylərin içində, yaxud da yerin dibində olsa belə, yəti bihallah, Allah deyir, onu gətirib üzə çıxarar. Görün necə möhtəşəm bir, yəni Allahın muraqabəsini izah edir. Allahın nəzarətini uşağına izah edir, övladına ki. Yəni o edilən əməl xardal dənəsi ağırlığında olsa, bir qayanın içində, gizlində olsa belə, göylərin içində, yerin dibində olsa belə, mütləq Allah onu aşkara çıxarar. Sonra diqqət edin, o növbəti ayələrdə görün necə yüksək əxlaqı tövsiyə edir öz oğluna. Sonra deyir ki, namaz qılmasını ona bildirir. Ya buneyyə, əqimis salətə. Ey oğlum deyir, namaz qıl. Və'mur bil ma'ruf. Yaxşılığı tövsiyə et. Vənhə anil munkar. Pislikdən çəkindir. Yəni insanlara yaxşı əməllər etməyi əmr et, tövsiyə et, pis əməllərdən onları çəkindir. Sonra buyurur ki, vasbir alə mə əsabəkə. Başına gələnlərə səbr et. İnnə zəlikə min azmil umur. Şübhəsiz ki, bu qətiyyət, əzm tələb edən əməllərdəndir. Hansı əməllər? Namaz qılmaq, yaxşılığı tövsiyə etmək, pislikdən çəkindirmək və başına gələn müsibətlərə səbr etmək əzm tələb edən əməllərdəndir və bunun üçün mütləq sən əzmkarlıq göstər. Sonra keçir növbəti ayədə, görün necə gözəl vəsiyyət edir oğluna. Hər bir müsəlman bu vəsiyyətdən özünə bir nümunə götürməlidir. Sonra deyir ki, وَلَا تُصَعِرْ خَدَّكَ لِلنَّاسِ. İnsanlara deyir, təkəbbürlə üst çevirmə. Fikir verin. وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحَ. Yer üzündə lovğalanaraq gəzmə. Təkəbbürlə gəzmə. İnna Allah la yuhibbu kulla muxtalin faxur. Şübhəsiz ki, Allah heç bir özündən razı olanı və özünü öyəni, kibirlənəni sevməz. Görün necə gözəl, möhtəşəm tövsiyədir əziz qardaşlar. Yəni müsəlmana yaraşmayan sifətləri qeyd edir. Görün necə əla, qiymətli bir tövsiyələrdir. Yəni müsəlman öz övladına da özü olması ilə yanaşı, təvazökar olması ilə yanaşı, öz övladına da bunu tövsiyə etməlidir. Çünki Loğman öz oğluna bunu tövsiyə etmişdir. Diqqət edin, növbəti ayədə də bu özü də uca, yüksək məsələləri özündə əhatə edən bir məsələdir. Sonra qeyd edir ki, ayədə Allah Teala buyurur, "Vaqsid fi məşyikə." Yerişində həddi gözlə. Yəni orta yolu tut. "Vaqdud min sautika." Danışanda səsini aşağı sal. Yəni qışqıra-qışqıra danışma. Fikir verin Allah Teala nə deyir? "İnnə ənkaral asvat ilə sautul hamir." Çünki deyir, səslərin ən çirkini deyir, uzun qulaq səsidir. Diqqət edirsiniz əziz qardaşlar. Deməli, Loğman surəsinin 13-cü, 19-cu ayələri və Loğmanın oğluna etdiyi tövsiyələr. Görün necə möhtəşəm tövsiyələrdir. Hər bir valideyn
Hər bir ana, ata bu ayələrdən özü üçün bir dərs çıxartmalıdır. Peyğəmbərlərin yolu bu şəkildə olub. Eyni zamanda salih insanların yolu bu şəkildə olub. Peyğəmbərlər və salihlər məhz bu yolun üzərində olublar. Necə ki, zikr olunan bu tövsiyələr üzərində. Onlar öz övladlarına daimi belə tövsiyələr veriblər. Necə ki, fikir verin, müəllif burada zikr edir. İbrahim və Yaqub peyğəmbər barəsində xəbər verərək belə buyurur. Allahın salamı hər ikisinin üzərinə olsun. Buyurur ki, Allah Subhanahu və Teala öz mübarək kəlamında buyurur ki, وَوَصَّى بِهَا إِبْرَاهِمُ بَنِيهِ وَيَعْقُوبُ. Allah Teala buyurur ki, deyir ki, İbrahim və Yaqub öz oğullarına vəsiyyət etmişdilər. وَوَصَّى بِهَا إِبْرَاهِمُ بَنِيهِ وَيَعْقُوبُ. Deyir ki, İbrahim və Yaqub öz oğullarına vəsiyyət etmişdir. Nəyi? Allahın dinində təslim olub ölənə qədər sabit qalmağı. Və buyurur ki, Allah Teala, yəni onların dilindən zikr olunur ki, ya buneyyə innallah istəfə ləkumud-dinə. Ey oğullarım, Allah bu dini sizin üçün seçmişdir. Yəni sizə göndərilən bu din sizin üçün seçilmişdir. Fələ təmutunna illə və entum muslimun. Siz də yalnız Allaha təslim olmuş halda can verin. Yəni bu dünyadan köçənə qədər Allaha təslim olmuş halda, yəni müsəlman olaraq, Allaha təslim olaraq can verin bu həyatdan o şəkildə sona qədər, ömrünüzün sonuna qədər. Növbəti ayədə Allah Teala bildirir ki, "Əm kuntum şuhada iz hadara Yaqubul-maut." Allah Teala bildirir ki, Yahudilərə, yoxsa deyir siz Yaquba ölüm gəldiyi zaman ona şahid idiniz. Fikir verin. O öz oğullarına görə nə deyir? İz qala li banihi ma ta'budun min ba'di. O öz oğullarına dedi ki, məndən sonra siz nəyə ibadət edəcəksiniz? Və onların cavabına baxın. Qalu, onlar dedilər ki, na'budu ilahaka. Biz deyir sənin ilahına və ilahə abaika İbrahim və İsmail və İshaqa ilahan vahidən və nahnu lehu muslimun. Deyir ki, biz sənin ilahına ataların İbrahimin, İsmailin və İshaqın ilahı olan tək ilaha deyir, ibadət edəcəyik. Və nahnu lehu muslimun. Və buyurur ki, biz yalnız ona təslim olanlarıq. Deməli, əziz qardaşlar, aləmlərin Rəbbi olan Allah Subhanahu və Teala burada nəyi zikr edir, nəyi bildirir? Yəni, peyğəmbərlər də davamiyyətli olaraq öz övladlarına nəsihət etmişlər, tək olan Allaha ibadət etməyi, ona ortaq qoşmamağı və bu dünyadan köçənə qədər Allaha ibadət üzərində sabit qalmağı tövsiyə etmişlər. Çünki müəllifin burada zikr etməkdə məqsəd nədir? Bizim hər birimiz bundan özümüzə bir pay götürməliyik. Və eləcə də diqqət edin, burada qeyd edir ki, Allah Subhanahu və Teala, aləmlərin Rəbbi olan o Allah, uca Allah, İsmail peyğəmbəri tərifləyir. Necə tərifləyir? Onu tərifləyir ki, necə ki, o deyir, öz əhlinə, öz əyalına, ailəsinə namaz qılmağı əmr edərdi, tövsiyə edərdi və eyni zamanda da zəkat verməyi, sədəqə verməyi öz ailəsinə deyir, tövsiyə edərdi. Allah Teala fikir verin, Məryəm surəsində bildirir İsmail əleyhissalam barəsində. Və kənə ya'muru əhləhu bis-salati vəz-zəkat. O deyir, o İsmail deyir, öz ailəsinə namaz qılmağı və zəkat verməyi, sədəqə verməyi deyir, tövsiyə edərdi, əmr edərdi. Fikir verirsiniz? Yəni peyğəmbərlər daimi öz ailələrinə, öz övladlarına Allahın buyurduqlarını tövsiyə edərdilər. Və eləcə də Allah Subhanahu və Teala Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmi nəyə təşviq etmişdir? Namazları yerinə yetirməyə, vacib olan namazları əda etməyə Allah Teala Peyğəmbərə əmr etmişdir. Və eyni zamanda Allah Teala Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmə bildirmişdir ki, öz ailəsinə də namaz qılmağı tövsiyə etsin, əmr etsin və öz ailəsinə namaz qılmağı təşviq etsin. Necə ki Allah Teala Taha surəsində bildirir: "Va'mur əhləkə bis-salati vastabir aleyha." Deyir ki, sən ailənə namaz qılmağı əmr et və özün də o namazı səbirlə yerinə yetir. Fikir verirsiniz, əziz qardaşlar. Bu ayələrdən keçən mövzuların hamısı bizim hər birimiz üçün
nəyi göstərir? Onu göstərir ki, biz hər bir kişi öz ailəsinə, övladlarına davamiyyətli olaraq Allahın dinini aşılamalıdır, başa salmalıdır və ibadət, itaət məsələlərində möhkəm olmağı başa salmalıdır, davamiyyətli olmalıdır. Və eləcə də müəllif burada qeyd edir ki, əziz qardaşlar, valideynlərin üzərinə düşən məsələlərdən biri də xüsusilə övladlarının tərbiyəsində diqqət göstəriləcək məsələlərdən biri də mütləq valideyn, ata və ana övladlarının əxlaqını və dinini korlayan, fəsada uğradan, pozan məsələlərdən mütləq çəkindirməlidir. Çox mühüm məsələdir. Və indiki zamanda əziz qardaşlar, fitnələr daha çoxdur. Və deyir ki, övladların tərbiyəsinə daxil olan məsələlərdən biri də budur ki, övladlara valideyn daimi nəsihətdə nəyi bildirməlidir? Bildirməlidir ki, o məsələlər ki, günah məsələlərdir, onların əxlaqını korlayır, onların tərbiyəsinə mənfi təsir göstərir və həmçinin onların dinini pozur, dininə mənfi təsir göstərir və buyurur ki, ata və ana mütləq valideyni onların dininə və əxlaqına mənfi təsir göstərən bütün səbəblərdən çəkindirməlidir. Misal olaraq verir ki, bütün zərərli kanallardan, o zərərli kanallar artıq indi daha betər olub. Bütün sosial şəbəkələrdə, platformalarda o şeylər ki, uşağın əxlaqına zərər verir, onun inancına, saf inancına təsir edir, mütləq valideyn ona diqqət yetirməlidir. Və həmçinin və buyurur ki, burada musiqilərə, mahnılara, uşaqların qulaq asmasına deyir, diqqət yetirməlidir və çəkindirməlidir. Çünki bilirsiniz, əziz qardaşlar, bizim dinimizdə musiqilər, mahnılar insanın qəlbini həlak edir. Və sonra buyurur ki, haram olan bütün əşyalar, bütün alətlər ki var, mütləq uşaqları ondan uzaq tutmalıdır. Və eləcə də o məkanlar ki, günahlar içərisində olan məkanlardır, haram olan məkanlardır və uşaqların, övladların o məkanlara getməsindən onları çəkindirməlidir. Fikir verin, çox mühüm məsələlərə toxunur. Valideyn, ata və ana uşağın, övladın əxlaqına pis təsir göstərən, dininə pis təsir göstərən bütün günah və haram məkanlarından uşağını uzaq tutmalıdır. Və bu, əziz qardaşlar, çox mühüm məsələlərdir, müəllifin toxunduğu məsələlər ki, valideyn davamiyyətli olaraq öz övladlarına, istər qız, istər oğlan olsun, nəsihət etməlidir. Daimi həm uca əxlaqa, həm də ki, əxlaqa təsir edən məsələlərdən övladını çəkindirməlidir. Və bu da müəllifin qeyd etdiyi artıq 8-ci əsasdır. Deməli, əziz qardaşlar, bizim hər birimiz bu məsələlərə diqqət göstərməliyik. Hər bir valideyn, hər bir ata və ana öz övladının tərbiyəsində mütləq diqqətli olmalıdır. Daim gözəl şeyləri onlara aşılamalıdır. Onların əxlaqına müsbət təsir edən bütün səbəbləri onlara nəsihət etməlidir və əxlaqlarını korlayan bütün məsələlərdən övladlarını çəkindirməlidir. Uca Allahdan hər birimizin adından istəyirəm ki, bizim hər birimizin özümüzün və övladlarımızın əxlaqlarını ən gözəl, yüksək əxlaq sahiblərindən etsin. Allahdan diləyirəm ki, günahlarımızı bağışlasın, bizim hər birimizə iman üzərində yaşayıb, iman üzərində ölməyi müvəffəq etsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkəllahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.